biz zaman zaman müxtəlif səpkili verilişlərimizə çox seçmə aşıqlar çağırırıq, özdə ustad aşıqları. Bunların hamısı gözəldirlər, amma birini hər dəfə bizim tamaşaçılarımız görəndə çox heyrətlə, çox məhəbbətlə diqqət eləyirlər. Yaşar Məhərrəmov, Ustad Yaşar Məhərrəmov öz zəngin repertuarınla həmişə seçilibdir. Bugün də bizim verilişimizə həmin repertuardan müəyyən havalarla gəlibdir. Yaşarı öncədən salamlayırıq. Ustad Yaşar, xoş gəlmirsən. Çox sağ olun Məhərrəm müəllim. Bilirsən də, sən də hər dəfə ifa eləyib gedəndən sonrasına onlarla, yüzlərlə zəng gəlir və hamısı heyrətlə deyir ki, bu aşıq nə qədər böyük, zəngin repertuara malikdir. Sənin barmaqların da gözəldir, səsin də gözəldir, ürəyin də gözəldir. O mənada dönüb-dönüb səni çağırmağı istəyir tamaşaçılar, biz də onların istəyini gerçəkləşdiririk. Bugün yenə meydan sənindir. Saz sinəndə gəlmirsən, öz gözəl aşıq geyiminlə birlikdə və istəyirik ki, müəyyən havaları yenə də göstərəsən. İlk olaraq bir səmədi havasını eşitdim yaxın günlərdə səndən. Bu səmədi havası nə ilə bağlıdır onu deyib və bir ağız göstər, ondan sonra havalara keçəcəyik. Xeyli hava var burada. Bəli, Məhərrəm müəllim, bu səmədi havası Aşıq Valihin ustadı Səməd yaradıbdır. O da belə olubdur ki, yəni Dəmir Qapı Dərbənddən Zərniyar xanım Valihə namə göndərmişdi. Valih ustaddan xeyir dua alması üçün ustadın yanına getdi. O zaman Səməd qocalmışdı, dəmirçilik eləyirdi. Dedi, oğul, bir o sazını mənə verginən gör, mən xeyir duamı sənə necə verirəm. Elə orada Səməd Valihin sazı ilə o səmədi havasını da orada yaradır. Bunu kimdən alıbsan bu havanı? Bu havanı rəhmətli Yaşıq Hüseyin Qoşqarlı şeiri mənə vermişdi. Amma demişdi ki, bala, get bu havanın kamil bilicisi Aşıq Xosrov. Aşıq Xosrovu yaxşı tanıyırdım. Allah rəhmət eləsin. Allah rəhmət eləsin, Məhərrəm müəllim. Bir ağız göstər bu havanı. Uğur olsun səfərinə dayanma, uğur olsun səfərinə dayanma, bürüməsin qəmli xəyalat səni, bürüməsin qəmli xəyalat səni. Ustadılar ustadı sana köməkdir. Ustadılar ustadı sana köməkdir. Aşıqlar eyləyər ziyarət səni. Aşıqlar eyləyər ziyarət səni. Yaşar, var ol Günan, şübhəsiz ki, sənin sənəndə qatı açılmamış olduqca çox hava var. Və o zaman-zaman bizim verilişlərimizdə gəlir göstərirsən. Bugün də həmin havaların bəzilərini göstərəcəksən. Məsələn, bir hava dedim, mən ona da məəttəl qaldım. Göyçə dübeyti. Biz çox dübeytilər bilirik. Mirzə dübeyti, bəylər dübeyti, baş dübeyti. Ən müxtəlif havalar var ki, dübeytidirlər. Azaflı dübeyti də burada daxil olmaqlı, Zülfüqar dübeyti və s. Amma Göyçə dübeytinin fərqi nədədir? Biri onu deyib və göstər yenə bizə. Çox sağ olun Məhərrəm müəllim. Bu Göyçə dübeytisinin fərqi odur ki, bunun fərqi, yəni bu özünüz də görəcəksiniz, Qəhrəmanı pərdəsindən başlayır. Və bu havanı da rəhmətli Aşıq Aslan oxuduğu havalardan olub, sağ olsun onun evladı Mahirdən almışam, öyrənmişəm. Aşıq Aslan Aslanov. Bəli, bəli. Var ol, böyük ustadı idi. Göstər bir ağız bunu. Ataba
babana ay meskenimsen, ata babana ay meskenimsen, ana yurduma elim göyçen ay elim göyçen. Ünvanımın ay kim sorursa, ünvanımın ay kim sorursa, tez tez değil ay dilimi göyçen ay, dilimi göyçen ay kadın alıp. Çox var olasan. Mən zaman zaman bunu Akstafada Aşıq Aslanın ifasında eşitmişdim. Çox maraqlı bir ifa tərzidir. Sən də yaxşı mənimsəmsən, var ol Günan. Bir maraqlı ifanı da yaxın günlərdə sənin barmaqlarından eşitdim. Sarı yaylıq havası. Bu sarı yaylıq havası hardan gəlir sənə? Onun incəliklərini də göstər, mümkündürsə. Bəli, Məhərrəm müəllim, bu Sarıyaylıq havası da Dədə Şəmşirin ifalarından götürmüşəm bunu vaxtilə. Yəni bunu Dədə Şəmşir oxuyubdu və onu da tamaşaçılarımızın sizin nəzərinizə çatdırım ki, həm də bu hava bir balaca çətindir. Niyə? Aşıqdan məharət, məlahətli səs tələb eləyir. Meydan sənindir. Ay sallanıp gezen yar, yüreğimi üzen yar. Ay sallanıp gezen yar, yüreğimi üzen yar. Elvan giyim bezen yar, elvan giyim bezen yar. Sarı yaylık, sarı köyney qadan mən alım. Sarı yaylık, sarı kofta gitme gel maralım. Ellere bak, tellere bak, dillere bak, güllere bak. Hey! Lebide bal var, üzüğüde hal var. Sarı yaylı, sarı köynek, qadan mən alım. Sarı yaylı, sarı köynek, gitme gel maralım. Sarı yaylı, sarı köyneyi qadan mən alım. Sarı yaylı, sarı köynək, getmə gel maralım. Aşığın kürəyi qızanda, sinəsi qızanda, qabağında durmaq olmur. Sən o qədər gözəl oxudun ki, bu havanı neçə dəfə ürəyimdə sənə bəh-bəh dedim. İnşallah zaman zaman bu gözəl ifalarını meydana çıxardacağıq. Bir turacı havasının üstündə də dayanmaq istəyirəm. Çünki turacı havası və onun müxtəlif ifaları var, müxtəlif təqdimatları var. Mən səndə daha çox onun klassik variantını da görürəm. Müəyyən qədər fəxri havasıyla bənzərlikləri də var. Şübhəsiz ki, qədim hava bu özüdür, turacının özüdür. Onu bir ağız göstərsəm yaxşı olardı. Gel ey dostum bu dağlara, gel ey dostum bu dağlara. Burada cennet havası var, burada cennet
havası var. Serin soygay bulaklarda, serin soygay bulaklarda, neçe derdin davası var. Neçe derdin davası var, davası var. Yaşar, yaxşı deyirsən ki, gəl bu dağlarda burada cənnət havası var. Onun bir səbəbi də odur ki, sən bütün yayı Kəlbəcərdə keçirirsən və Kəlbəcərin o gözəl havasını ruhunda, səsində, sazında yaşadırsan və bugün də onu ifadə eləmiş oldun. İnşallah bizə də qismət olur səninlə birlikdə Kəlbəcər havasını udmaq, orada o gözəl sulardan içmək. Bir havanın da üstünə gələk, onu özüm də istəyirəm, qoşa yarpaq havası. Qoşa yarpaq havası heç də hər sənətkarın bacardığı bir hava deyildi. Mən zaman içərisində İmran Həsənovdan eşidirdim bu havanın incəliklərini. Sonra rəhmətlik Dəmir də oxuyurdu. Dəmir Vəliyevin də ifasında çox maraqlı təqdimatı var idi. Mən verilişimdə də səslənib. Amma sənin qoşa yarpağın xeyli dərəcədə fərqli bir qoşa yarpaq olduğu göründü. Mən öncədən dinlədim bunu. Meydan sənin də bu havanı bir də göstər. Məğrur aşıq hikmət söylə, hikmət at. Məğrur aşıq hikmət söylə, hikmət at. Qoymusan əlini ha belə başda. Xəbər vermi buvət Mehrad evindən. Xəbər vermi buvət Mehrad evindən. Beytül Müqəddəsdən ha belə başda, ha belə başda. Yaşar, heyrət eləyirəm, sən sazda da, sözdə də hər şeyi xamdan sökürsən. Yeni səslə, yeni nəfəslə, yeni ifa ilə təqdim eləyirsən, buna görə var ol Günan. Həqiqətən belə erkən yaşda bu cür ustad mərtəbəsinə yüksəlmək heç də hər sənətkara qismət deyil. Bir məsələni bir daha aydınlaşdırmaq istəyirəm və istəyirəm ki, xalqımız da görsün. Sənin repertuarında havaların sayı indiki halda 200 civarındadır, yoxsa 200'ü addamısan? Adlamışam Məhərrəm müəllim. Aha. 200'den yuxarı repertuarı olan Azərbaycanda aşıq olduğunu düşünmürəm. Yəni o qədər repertuarı daşıyan bir aşıq mən səni düşünürəm. Başqası ola da bilər, olmaya da bilər, amma əsas öndə duran sənsən və səni diqqətlə saxlamalıyıq.